8-ci tapşırığa baxırıq. TQDK-nın Rus dili xarici dil kimi olan kitabından nədir burada? Deyir ki, hansı cümlədə let, yəni yaş, il sözün istifadə etmək olmaz. Baxırıq A variantına. Его младшему брату 15 лет. Burada olar. Niyə deyir? Onun balaca qardaşının 15 yaşı var. Sonra этому студенту 20 лет. Bu tələbənin 20 yaşı var. Моему отцу 52. Burada niyə görə olmaz let? Çünki ruslarda 1, 2, 3, 4 deməli 1 год, 2 года, 3 года, 4 года, 5-dən sonra olur 5 лет, 6 лет və s. Ona görə моему отцу 52 olduğundan görə olur года. Let sözü istifadə eləmək olmaz. Моей подруге 38 лет. Mənim rəfiqəmin 38 yaşı var. Его матери 47 лет. Onun anasının 47 yaşı var. Yenə də deyirəm, əgər olsaydı ki 44, onda olardı ki Его матери 44 года. Çünki 1, 2, 3, 4-ə qədər, 5-ə qədər, 5 daxil deyil, olur год, года. Уже 5-dən sonra olur let. Bura 11, 12, 13 let olur. Amma məsəl üçün 22, уже 20-dən sonra 2 gəlirsə, 2 sözü varsa, burada уже года olur. 23 года, 44 года. Yəni ki, bunu yadınızda saxlayın.